1991-ci ildə mərhum Ustad Hacıbab Hüseynovun yubileyi keçirilir Filarmoniyada. Onun YouTube'da var 2 saat 48 dəqiqəlik. Çox gözəldir. Orada ustadlar muğam oxuyurlar və s. və ilaxır. Orada bir nəfər gəlir, çıxış eləyir. Bayandur müəllim adında musiqi məktəbinin rektorudur. Hansı ki, Hacıbab Hüseynov orada muğam dərsi edib neçə il. Deyir, gəlir 3 dəqiqə, 5 dəqiqə çıxış eləyir. Lazım deyil, çıxış çox olsun. Valla 5 dəqiqədə də söz demək olar. Bəli. Gəlir deyir ki, günlərin birində deyir, göstəriş verdim işçilərə ki, bəs müəllimlərə deyin ki, heç kim dərsə gecikməsin, çünki dərs çoxdur, dərs yükü çoxdur. Gecikəndə o biri siniflərin vaxtına girirlər müəllimlər. Aləm dəyər bir-birinə. Hamı vaxtında gəlsin, vaxtında gitsin. İşçilər də gediblər, bunu Hacıbab müəllimə deyiblər. Hacıbab müəllim də ustaddır, böyükdür, bunu demək olar. Yaradıcı insanlar da həssas olur, axı tez inciyirlər, mənim kimi. Demək, bir gördüm, oturmuşam otağımda, gəldi Hacıbab müəllim. Mən işdən çıxıram. Dedim, ustad, niyə işdən çıxırsan? Dedi ki, necə niyə işdən çıxırsan? Sən işçilərinə göstəriş verirsən, gəlib mənə deyirlər ki, vaxtında gəl. Olar, kimdir mənə o göstəriş verirlər? Mən müəlliməm burada. Deyir, dedim ki, ustad, mən və bu məktəbin hamısı sənə fəda olsun. Orada deyir, cəmaatın qabağında, sənə fəda olsun. Siz nə danışırsınız? Siz ümumiyyətlə gəlməyin dərsə. Gedin oturun evdə, mən tələbələrə deyərəm, gəlirlər, siz evdə dərs keçərsiniz onlara. Sizin bir dənə adınız bizim üçün bəsdir bu məktəbə. Deyir, mən bunu deyəndən sonra 5 ildir Hacıbab müəllim 1 dəqiqədə gecikmir dərsə.